Bir oğlan təsadüfən 20 ildən çoxdur toxunulmadan qalmış köhnə Volkswagen maşınlarına rast gəlir. Hamısı pis vəziyyətdədir, amma hər birinin öz hekayəsi var. İlk diqqətini cəlb edən çox nadir 1979-cu il Volkswagen Rabbit olur. Korpus yorulub, amma bu modelin dəyəri ona biraz ümid verir. Biraz kənarda isə Volkswagen Golf dayanıb. Salonu tamamilə mamırla örtülüb. Oturacaqlar yaşıl rəngə dönüb. Sanki təbiət bu maşını özününküləşdirib. Üçüncü Golf isə daha pis gündədir. İçi yarpaq doludur. Hətta kapotun altında da. Elə bil bu maşını zibil qabı kimi istifadə ediblər. Çox düşünmədən o Rabbit'i seçir. Ən nadir model olduğuna görə onu emalatxanasına aparıb bərpa etməyə qərar verir. Maşın bərbad vəziyyətdədir, amma hardan başlamaq lazım olduğu aydındır. Mühərrikdən. Kapotun altında 1.5 litrlik 50 at gücündə dizel mühərriki var. Sadə, etibarlı və qənaətcil. Görünüşcə hər şey yerindədir. Bəlkə də mühərrik hələ də işləyir. Komanda əvvəlcə mühərrik bölməsini təmizləməyə başlayır. Güclü toz soran illərlə yığılan tozu, palçığı çəkib aparır. Hətta bagaj relislərini də çıxarırlar ki, hər yeri səliqə ilə təmizləsinlər. Kuzova xüsusi məhlul vurulur. Bu da bərkiyib daş kimi olan kirləri yumşaldır. Sonra güclü su təzyiqi ilə hər şeyi yuyurlar. Hələ birinci mərhələdən sonra belə nəticə inanılmazdır. Bu qədər kirlərin altında əsl klassik avtomobil gizlənirmiş. Təkərlər təəccüblü şəkildə yaxşı qalıb, amma yenə də tam təmizlənir. Kimyəvi vasitələr və fırçalarla parıltısı bərpa olunur. Elə bil yenidən yola çıxmağa hazır. Mühərrikə qayıdırlar. Hava filtri tam yarpaq doludur. Heç kim bilmir o yarpaqlar ora necə düşüb. Hər şey diqqətlə təmizlənir. Bu mühərrik sürət üçün yaradılmayıb, amma onun əsas üstünlüyü sadəliyi və etibarlılığıdır. Və bu hələ başlanğıcdır. Qarşıda çox iş var. Növbəti hissədə bu hekayəni davam etdirəcəyik.